lider olmağını istəyib. Nəticə də göz qabağında oldu. PSG 4-1 qazandı, Mbappe 2 gol vurdu. Amma Enrique artıq Mbappesiz PSG-ni də planlayırdı. Aha, yeni hücum xətti qururdu. Lədi. Barcola, Kvaratskhelia, Doué, Dembele. Sürətli, dinamik oyuncular. Komandanın imici də dəyişdi. O itici komanda daha çox ailəyə bənzədi. Və nəhayət o tarixi an gəldi. Klubun ən böyük arzusu reallaşdı. Liverpool, Arsenal və finalda Inter məğlub edərək Çempionlar Liqasını qazandılar. Və Enrique bu qələbəni də Xananın xatirəsinə bağladı. Bəli. Dedi ki, o fiziki olaraq orada olmayacaq, amma ruhən bizim yanımızda olacaq. Luis Enrique'nin hekayəsi həqiqətən də uyğunlaşan bir oyunçudan, sistemli bir məşqçiyə, dərin kədər içindəki bir atadan Parisdə tarix yazan bir qəhrəmana uzanan bir yol. Sistemə bağlılığı, emosional dərinliyi və o sınmaz iradəsi ilə seçilən biri. O, həyatın ən ağır zərbələrinin belə insanı necə daha da güclü edə biləcəyini, necə böyük bir motivasiyaya çevrilə biləcəyinin canlı sübutudur. Bu da insanı düşündürür. Görəsən həyatın ən qaranlıq, ən çətin anlarında insanı ayaqda saxlayan o əsas güc nədir? Hardan gəlir o güc?